Hər kəsə salam, kanalımın dəyərli xanımları. Əslində bu vloqu demək olar ki, bundan öncəki vloqun ardıca çəkmişəm. Yəni ki, həmən günün axşamı. Amma görün neçə gündür ki, nə montaj edirəm, nə də paylaşım edirəm. Başım işə gücə elə qarışır ki, videoları montaj eləməyə güclə vaxt ayıra bilirəm. Demək xanımlar, bu vloqda həm Hövsana gedirəm, həm də ki, yadınıza gəlirsə, bundan öncəki vloqda paltarları ayırıb yığmışdım ki, kim seçilsə əgər məsafəsindən asılı olmayaraq o insana göndərəcəkdim və elə də elədim. Yataq otağını yığışdırdığım günün axşamı qızımın otağına da biraz əl gəzdirdim. Oradan da paltar ayırıb qoydum ki, şifanyerdəki olan paltarları bir dəfəlik bitirim. Paltardan danışmamışdan öncə istəyirəm bunu qeyd eləyim ki, bilirəm deyəcəksiniz ki, bu qız nə vaxt baxırsan aş bişirir. Burada bişirdiyim aşın səbəbini deyim. Demək xanımlar, Tamirlanın ad günündə bacım da gəlmişdi. Bişirdiyim aşdan yedi və dəhşət bəyənmişdi. Öncə görünüşünə baxdı, bacım aşqaralı aşı xoşlayır. Dedi ki, bəs bunun aşqarası hardadır? Mən də dedim ki, sən öncə bunu ye, əgər bəyənməsən, mən gələn dəfə sənə aşqaralı aş bişirərəm. Yeyib dadına baxandan sonra dedi ki, mən heç bilməzdim ki, bu qədər dadlı olar. Elə paltarları yığdığım gün bacıma zəng elədim ki, mən sabahları Hövsana gəlirəm. Çünki Hövsanda işim var idi. Bacım da dedi ki, əgər gəlirsənsə, çox xahiş edirəm, mənə o bişirdiyin aşdan bişir, getir. Mən də həmən gün çox yorğun idim. Həm yataq otağını yığışdırmışam, həm də qızımın otağını. Amma buna baxmayaraq dedim, yaxşı, gecə saat 12 idi, mən başladım bu aşı bişirməyə. Tez tələm-tələsik bişirdim ki, uşaqlar yatmalıdır. Bişirim, dəmə qoyum və uşaqlar yatsın. Elə belə də elədim, gecə ilə aşı bişirdim. Gördüyünüz kimi ondan öncə də keks bişirmişdim. Həddindən artıq həmən gün yorğun idim. Və xanımlar, keçim bayaq yarımçıq qaldığım söhbətə. Hövsana getmə səbəbim əslində anamgilə getmək deyildi. Yadınıza gəlirsə, Hövsanda bir ailə var. Mən ona əlimdən gəldiyi qədəri ilə kömək edirəm və qızımın otağını yığışdırmışkən də dedim ki, elə paltarları da yığışdırım, aparım verim xanıma. Bilmirəm siz necə edirsiniz? Mən belə edirəm ki, hər dəfə qızımın otağını yığışdıranda baxıram, əgər nəsə balacadırsa, istər Tamirlana, istər Leylaya, onları bir-bir yığıram setkaya. Görürəm ki, uje çoxdur, aparıb verirəm ehtiyacı olana. Elə bu dəfə də belə elədim. Xeyli paltar yığılmışdı. Birazdan onların hamısını sizə də göstərəcəm. Nə aparacamsa, hamısını siz də görəcəksiniz. Və mənim üçün ən önəmlisi xanımlar. Bundan öncəki vloqda ayırıb yığdığım paltarlar var idi ki, bir insanı seçməli idim və həmən insana göndərməli idim. Bilirsiniz nə etdim xanımlar? Kimin həqiqətən bəxtinə çıxsa, o insana da getsin. Götürdüm bir-bir adları vərəqə yazdım. Vərəqləri bükdüm və o vərəqləri qızımın qarşısına qoydum. Qızım birini seçdi. Leylanın seçdiyi insana da mən dedim ki, mənə direktdə yazsın. Biz xanımla direktdə yazışdıq və məlum oldu ki, xanım rayonda qalır. Beləliklə yaşadığı yerin poçt ünvanını istədim. Adını, soyadını, nömrəsini, bu məlumatları alandan sonra getdim poçta və upakovka elədiyim paltarları yolladım xanıma. İnşallah ki, geyinər, inşallah ki, əyninə olar. Mən zamanında bəyənərək alıb sevə-sevə geyinmişəm. İnşallah xanım da sevə-sevə geyinər. Hələ mən koridordakı şkafı da yığışdırmalıyam. İstəyirəm oradan da ayaqqabı, paltar nə varsa azaldım ki, yeni nəsə alanda artıq o şkafa qoymaq mümkün deyil. O şifanerdə qızımın ayaqqabıları var ki, artıq ayağına olmur. Onları da götürməliyəm, qoymalıyam kənara. Hətta qab-qacaq polkasını belə istəyirəm ki, təmizləyim. Bunlar bilmirəm aranızda mənim kimi olan var ya yoxdur. Bunu keçən vloqda da demişəm, yenə deyirəm, bilirəm təkrarçılıqdır. Amma yeni izləyicilər gələndə təbii ki, məni yeni dinləmiş olur. Ona görə də bəzən təkrar cümlələrdə istifadə edirəm. Baxın xanımlar, əyləşmişəm, istəyirəm ki, qalxım, haransa yığışdırım. Bu harasa olur şkafların içi, sirmələr, qab-qacaqlar. Bu hər bir şeyə aid ola bilər. Hətta kosmetiçka sirməsi belə. Hətta kosmetikaları belə artıq istəyirəm ki, ayırım, istifadə etmədiklərimi verim kiməsə. Sirmələrdən, şkaflardan işlətmədiklərimi kənara qoyanda, ya yenisi ilə əvəz edəndə, ya da heç etməyəndə, işlətmədiklərimi kənara qoyub sirməni boş düzənləsəm belə, o mənə o qədər xoş gəlir ki, məsələn, nəsə götürəndə sirməni açan zaman mənə xoş təəssürat verir. Buna görə də hər zaman istəyirəm ki, durmadan haransa düzənləyim. Baxın xanımlar, sizə bir söz deyəcəm, bəlkə də mənə güləcəksiniz. Keçən dəfə Moydadırın sirməsini açıram və baxıram ki, sabunlar 3-4 dənə qalıb. Mən də sabunları orqanayzerə yığıram. Birdən belə bu mənim əhvalımı koradı. Qızımı məktəbə qoyub qayıdandan sonra getdim mağazinə. Nə qədər sabun əsli idisə o qədər aldım və gəldim düzdüm həmin o orqanayzerə ki, boy sırası ilə dayansınlar. O cür görüntü mənə xoş təəssürat verir. Bəlkə də bu danışdıqlarımı
paltarıma görə deyəcəksiniz ki, bu qızda nəsə problem var. Ola bilər, bəlkə də bu kim üçünsə problem görsənə bilər. Amma mənim üçün düzənli olmaq bambaşqa bir duyğudur. Biraz da vloqdan danışım. Burada görürsüz ki, 2 dənə qazanda aş bişirirəm. Demək bunu niyə edirəm? Qızım aşdan noxud xoşlamadığına görə onu balaca qazanda ayrı bişirirəm. Bara ayrı. Bizdə Leyla çox kaprizlidir, hər yeməyi yemir, yalnız qızartmalar yeyir, sulu yemək vəbşə yemir, yesə bir dənə sos yeyir. Bir də sulu yeməklərdən düşbərə xoşlayır. Və xanımlar, yeməklər də hazır oldu, qoydum dəmə və keçirəm sizə paltarları göstərməyə. Bu paltarlar izləyiciyə göndərdiyim paltarlardan deyil. İzləyici üçün keçən vloqda göstərdiyim paltarları göndərmişəm. Bunu isə Hövsanda bir ailə var, artıq onu görmüsünüz. Aydan xanımın qızı üçün qoymuşam. İndi mən bir-bir bunları göstərəcəm sizə. Siz də baxın. Heç bir nə ləkəsi var, nə yırtığı var. Tərtəmiz gül kimi paltarlardır. Hətta elə paltarlar var ki, heç geyinilməyib. Məsələn, bunlara şalvarlar aiddir. Elə şalvarlar var ki, Leyla heç onları qətiyyən geyinməyib. Geyinməməyinin səbəbi də odur ki, mənim qızım arıqdır. Mən də ona hər zaman cins şalvarlar alırdım. Amma baxırdım ki, Leyla geyinmir. Düşünürdüm ki, bəlkə bunu bəyənmir, geyinmir. Gedib başqasını alırdım. Amma aldığımı da geyinmirdi. Axır dedim, ay bala, mən sənə nə qədər şalvar alım, sən heç birini bəyənmirsən. Leyla da axır dedi ki, mənə dar şalvarı yaraşmır, alma, enli şalvarlar istəyirəm. Mən də dedim ki, yaxşı, o zaman ayrı qoyuram ehtiyacı olana. Bundan sonra sənə enli şalvarlar alarıq. Baxın xanımlar, gördüyünüz kimi nə qədər Leylanın şalvarı var burada. Elə şalvar var ki, qətiyyən geyinməyib. Eləsi də var ki, 1-2 dəfə geyinsə böyük şeydir. Bu sarafandır, bunu da almışdım Leyla üçün, amma qətiyyən geyinməyib. Hər dəfə görürdüm, alırdım, geyinmir və mən də buna məyus olurdum. Amma dedim ki, bundan sonra belə alan deyiləm. Nə istəsən sezonluq 1-2 paltar alacağam və onu da geyinəcəksən. Paltarlar yığılıb qalır şifanerdə. Heç birin geyinmir, boş-boşuna da yer tuturlar. İndi bu paltarların hamısı gedəcək gözəl qızımıza. O da sevə-sevə geyinəcək. Xanımlar, bəlkə aranızda elə insan olar ki, düşünərsiniz ki, bunları niyə çəkirsən? Amma çəkməyəndə də xeyli insan mənə yazır ki, gərək çəkəydin, biz də görəydik. Mən də düşünürəm ki, qoy hər şey şəffaf olsun. Rast ki gedirəm, bunu çəkirəm. Elə birinci sizə göstərim, sonra gedim.
Xanımlar, bunu da qeyd edim ki, görürsüz ki, paltarların yarısı Tamerlanındır. Tamerlanın paltarlarını mən Hövsana aparmıram. Elə burada Məştəqada bir xanım var, ona verirəm. Bu qablardakı xanımlar, biri orqanayzerdir, digərini isə çörək qaba kimi istifadə etmək olar. Xanımlar, bu nimçələri də qoyuram, artıq istifadə eləmirəm. Xanımdan da soruşdum, dedi ki, getir. Elə bunları da yığıram, aparıram Hövsana. Gördüyünüz kimi də nə sınığı var, nə çatı var. Yaxşı vəziyyətdə qalıblar, sadəcə olaraq digər tayları sınıb deyənə say azlığına görə istifadə eləmirəm. Və xanımlar, bu növbəti gündür. Hazırlaşırıq, gedək Hövsana. Bizim də hazırlaşmağımız, evdən çıxmağımız günortanı keçir. Yemək bişir, Tamerlanı geyindir, yedir. Biraz onu elə, biraz bunu elə, bir də görürəm ki, günortadır. Tamerlan da qurbağasını görürsüz də. Leylanı məktəbdən götürməyə gedəndə də qurbağa ilə gedir. Yatanda da qurbağa ilə yatır. Bəzən həyətə çıxanda da qurbağa ilə çıxır. Mən gecəni çox ayıq yatıram. Nə qədər yorğun oluramsa olum, evdə biri gəzən kimi mən oyanıram. Deməli 2 gün bundan öncə idi. Bir də hiss elədim ki, evdə kimsə gəzir. Tez durdum ayağa, yuxulu-yuxulu, baxdım ki, Tamerlan yoxdur yanımda. Tamerlan da mənimlə yatır. Durdum baxım ki, bu uşaq hara gedib. Görürəm ki, evdən qurbağa axtarır. Gecə saat 4-dür, 5-ə işləyir. Sən demə qurbağası düşüb yerə. Bu uşaq da otaq-otaq qurbağa axtarır. Axır gəlib yataq otağında yerdə tapmışam. Qurbağanı verəndən sonra yatıb. Yəni bu uşaq bu dərəcədə qurbağanı çox istəyir. Və xanımlar, gördüyünüz kimi nəhayət ki, biz evdən çıxmağa hazırlaşırıq. Yüngül olan setkaları qızıma verirəm ki, aparsın maşına. O sırada mən də hazırlaşıram ki, çıxım. Xanımlar, videoya diqqətlə bir dənə baxın. O qədər öyrəşmişəm ki, məktəbə şəpşəpi ilə getməyə. Burada da paltarlarımı geyinəndən sonra fərqində olmayaraq şəpşəpi geyinirəm. Sonradan çıxa-çıxda fikir verirəm ki, ayağımda şəpşəpi var. Onu dəyişirəm, sonra gedirəm. Bu başmaqlar mənə o qədər rahatdır ki, özə gedirəm, tapıram, harda qəşəng başmaq var, alıram, getirirəm. Camaat mağazindən ayaqqabı axtaranda mən şəpşəpi axtarıram. Koridorda gördüyünüz şkafın içi doludur mənim ayaqqabılarımla. Amma gəl gör ki, mən günlük həyatımda onların heç birini geyinmirəm. Kəndin içində hara gedirəmsə şəpşəpi ilə gedirəm. İstər alış-veriş edəndə, istər məktəbə gedəndə, dediyim kimi çox nadir hallarda ayaqqabıdan istifadə edirəm. Bəxtimdən də ki, harda qəşəng başmaq var, mənim qarşıma çıxır. Sanki deyir, al məni giyin. Evdə nə qədər başmaq var, qoymağa yer yoxdur. Və xanımlar, gördüyünüz kimi artıq yoldayıq, gedirik Hövsana. Çoxdandır Hövsana getmirdim. Bacım da həmən gün toya gedirdi deyənə. Elə biraz oturduq, getdim qonşuya pal-paltarı verdim. Sonra getdim təzən anamgildə kofe içdim, qayıtdıq evə. 2 dəfə idi Hövsanın evə tez qayıdırdıq. İstəmirəm sənsiz olan bu dünyada, və səndən əziz yoxdur bu dünyada. Məsafələr yorur məni, yorur məni. Gəl görüşək sabah bu dünyada. Artıq gəldik, çatdıq, Hövsandayıq, gedirik yuxarı. Anamgil 9-cu mərtəbədə qalır. Səndirəndə mənə elə qəribə gəldi ki, vaxt var idi, bura mənim də evim idi, amma indi anamgil deyirəm. Mənə çox adam yazır, hər kəs deyir ki, bacımı göstərmirsən. Bu da mənim bacım, görmək istəyənlər üçün göstərdim. Hər dəfə yazırsınız, amma heç vaxt çəkmirdim. Bacım xanəndədir və mən bu haqda danışmağı qətiyyən xoşlamıram. Bu haqda bir çox suallar verirsiniz, mən də cavab verməmək haqqımdan istifadə edirəm. Və xanımlar, biraz əyləşdik, getirdim, aşdan da yedim. Sonra düşdüm aşağı, getdim maşından paltarları götürüm, aparım Aydan xanımgilə. İstəyirəm bu haqda yenə qısa danışım. Aydan xanımın 2 uşağı var, biri autizmlidir. Yoldaşı onu qoyub gedib Moskvaya, tək özü 2 uşağa baxır. Fiziki qüsurlu olan uşağının pensiyası ilə həm kirayəsini verir, həm də ki, evi dolandırmağa çalışır. Təbii ki, bu da ona çatmır. Özünüz bilirsiniz ki, produktun qiyməti dəhşət bahadır.
bahalaşıb və pensiyada nədir ki, yalnız kommunalnilərə çatır. Və mənim də o qədər imkanım yoxdur ki, hər ay kömək edim. Nəyə gücüm çatırsa, onu da edə bilirəm. Onu da qeyd etmək istəyirəm ki, elə insan var ki, kasıbdır, amma nə qədər yaxşılıq edirsən et, nə gözü doyur, nə könlü. Elədiyi də borcunmuş kimi bilir. Amma Aydan xanım qətiyyən belə xanımlardan deyil. O qədər sadə, o qədər səmimi, o qədər yaxşı insandır ki, elə insan istəyir ki, ona yaxşılıq etsin. Bu insanın ağzı o qədər dualıdır ki, gecə-gündüz insana o qədər dua edir ki, və bunu içdən səmimi duyğularla etdiyini o qədər bilirəm ki, insan var ki, ona kömək edirsən, daha da ruzun çəkilir. Düşünürsən ki, axı mən yaxşılıq elədim, niyə belə oldu? Amma Aydan xanıma yaxşılıq edirsən, Allah sənə bir yox, 5 əvəzin qaytarır. Baxın xanımlar, mən səmimi ola bilərəm, mehriban ola bilərəm, amma bir insanla söhbət edəndə onun daxilini o qədər gözəl bilirəm ki, mən pislə yaxşını net ayıra bilirəm. Elə insan var ki, yaxşı görünümlü şeytandır. Elə insan var ki, qəddar görsənə bilər, daxili mələkdir. Mən belə insanları çox gözəl ayıd edə bilirəm. Bu xasiyyətimdən də çox xoşum gəlir. Yəni deməyim odur ki, deyirlər çox eləmə. Kimə nə etmək lazımdırsa, onu çox-çox yaxşı bilirəm. Və xanımlar, oradan çıxdım. İndi gedirəm uşaq üçün şirniyyat almağa. Bilirsiniz də, uşaq dəhşət şirniyyat xoşlayır. Demək xanımlar, orada əyləşib söhbət edirdik. Gördüm ki, uşaq şirniyyat istəyir, amma hiss elədim ki, evdə şirniyyat yoxdur. Maması da deyə bilmir, uşaqdakı hər yeri qatmışdı bir-birinə. Özünüz bilirsiniz ki, autizmli uşaqlar nə istəyirsə, onu da tələb edir. Onlar vardı, yoxdur, bilmir. Maması da ki, bunun qarşısında pis olurdu, amma bunu mənə bildirməməyə çalışırdı. Mənim də gözümdən belə şeylər qaçmır. Görürsüz, şokoladını görüb necə sevinir. Onun sevinci mənim üçün dünyalara bədəldir. Xanımlar, o uşağın üzündə həmən gün gülüş yaratdığıma görə demək olar ki, özümü dünyanın ən xoşbəxt bəndəsi hesab edirdim. Əgər siz də mənimlə birlikdə savab qazanmaq istəyirsinizsə, o mələk uşağın üzündə təbəssüm yaratmaq istəyirsinizsə, bu Aydan xanımın kart hesabıdır. Bura yerləşdirdim ki, bəlkə siz də kömək etmək istəyirsiniz. Həqiqətən də uşağın şirniyyat istəyi tutanda evi sındırır, dağıdır. Baxın, görərsiniz ki, kartı da əzir. Hər yeri dağıdır, təbii ki, danışa da bilmir ki, mənə şirniyyat alsınlar. Təsəvvür edirsiniz, mamasının 1 manatı belə yox idi ki, ona şirniyyat alsın. Mən buna canlı şahid oldum. Məndən gizlətməyə çalışsa da, mən bunu hiss elədim. Mən bilirəm ki, məni izləyənlərin arasında 99% insan yaxşıdır. Çünki bir dəfə Aydan xanımın kartını yerləşdirmişdim. Ona pul atırdınız, əlindən tuturdunuz. Buna görə sizə dəfələrlə təşəkkür eləmişəm. İndi də dəstək olsanız çox sevinərəm. Bilirsiniz, siz bundan öncə ona pul atanda, hər gələn pula görə mənə mesaj yazırdı. Falan adlı insan bu qədər pul atdı. Hər kəsin adına kimi deyirdi, atdığı məbləğə kimi deyirdi. Axırda dedim ki, bunu mənə deməyə ehtiyac yoxdur. Kim nə göndərirsə, halal-halal xoşun olsun. Və xanımlar, mən Hövsandan çıxmışam, gedirik binəyə. Yoldaşımın dostu gilə. Eyni zamanda da rəfiqəm gilə. Orada biraz işim var. Onu çəkmədim, çünki oradan tez qayıdacaqdım. Çünki Leylanın səhərsi gün məktəbi var idi, dərslərini eləməli idi, uşağı çimdirməli idim. Dedim evə tez gedim,
gedim, işlərimi də həll eləyim. Və xanımlar, səhərsi gündə aparıb poçta paltarları verəcəm. Onu da sizi üçün çəkmişəm. İstəyirəm ki, hər nə varsa şəffaf olsun. Bundan öncəki vloqda demişdim ki, paltarlara növbəti vloq verməliyəm. Bunu bu vloqa mütləq çatdırmaq istəyirdim. Yalançı çıxmağı qətiyyən xoşlamıram. Söz verdimsə, nəyin bahasına olur olsun, onu etməliyəm. Və xanımlar, sizi üçün bir saniyə, mənim üçün bir gün keçdi və səhər açıldı. Bir dənə bunun gözəlliyinə baxın. Bu quşu burada görüb ürəyim getdi də bunun üçün. Hardasa 1 saata yaxın bu pəncərədə dayanıb evə baxdı. Yayda istəyirəm ki, mütləq quşlar üçün nəsə düzəldim, ağacdan asım. İnşallah Allah qismət eləsin. Düzəldərəm, bir yerdə asarıq. Xanımlar, burada artıq uşaqlar yemək yeyib, hazırlaşmışıq, gedirik məktəbə. Leylanı da məktəbə yola salandan sonra gedəcəm poçta. Gördüyünüz kimi yenə ev paltarındayam. Siz mənim paltarıma fikir verməyin. Son vaxtlar niyə belə tənbəl olmuşam, bilmirəm. Ev paltarı ilə hara gəldi gedirəm. Əvvəllər yenə düşünürdüm ki, biri baxıb nə deyər? Deyər, bu qızın geyiminə bax. Amma indi onu da önəmsəmirəm. Düşünürəm ki, mənə rahat oldu, bəsdir. Demək, xanımlar, mən məktəbə qızımı hardasa 2-nin yarısına qədər aparıram. Evdən tez çıxmamızın səbəbi odur ki, Leyla öncə gedir marketə, özü üçün yemək alır, sonra gedir məktəbə. Evdən də tez çıxdığımıza görə getdik gördük ki, poçt bağlıdır. Yəni saat 2-nin yarısı poçta getmişdim. Tam yarım saat gözlədim ki, abed bitsin. Bu zaman ərəfəsində də Tamerlan mənə maşında solo konsert verirdi. İndi də öyrənib maşını xotlamağı, maşını xotluyur, söndürməyə də qoymur. Nəysə ki, xanımlar, abed bitdi, poçt açıldı və bağlamanı yerləşdirəndə xanım gördü ki, qutuya yerləşmir. Məcbur olduq ki, upakovka elədiyim bütün paltarları açdıq, tökdük. Xanım nə qədər elədi ki, setkasız bura yerləşdirsin, amma alındıra bilmədi. Sonra mən xanımdan aldım, orada stol var idi, apardım paltarları, tökdüm stolun üstünə. Bir-bir sırayla düzdüm bu qutuya. Getirdim, verdim xanıma, xanım da qutunu skoçladı. Xanım özü də çaşbaş qalmışdı ki, bu qədər paltarı sən hara göndərirsən? Axır ki, bir təhər bağladım və ödənişimi də elədim və salam. Burada da sizinlə sağollaşın. Növbəti vloqda görüşərik. Sağ olun, salamat qalın.